Amerikanın prezidenti Donald Trump uşaq kimidir. Uşaq hərəkətlər eləyir. Balaca uşaq valideynləri ilə bir marketə mi, yəni bir dükana da girir. Ondan da bundan da istəyir. Trump da Amerika siyasətində körpə uşaq kimidir. Hər yeri istəyir. Nəm Kanadanı, nəm Meksikanı, Qrenlandiya adasına qədər pulu bastır, hər şeyi geri al. Yəni bu adam Amerikanın gəlmiş, keçmiş dövlət siyasətçilərindən və siyasilərindən tamamilə fərqlənir. Donald Trump, mən deyərdim ki, şovmen, yəni şovmen adamdır. Yəni o hər şeyi pulda görür. Ver pulu, oranı alım, buranı alım. Yəni hər şeyi satın almaq istəyir. Amma biz də deyirik ki, hər şey pul deyil. Torpaq milli qürurdur. Milli şərəfdir. Bunu hiss etməyən Trumpda dövlətçilik anlayışı ola bilərmi? Əsla ola bilməz. Trump Amerikanın gəlmiş, keçmiş ən uşaq xasiyyətli prezidentidir.